Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti, Mərakeş Krallığının Ülya Həzrətləri Şahzadə Lalla Hasna Azərbaycana işgüzar səfəri çərçivəsində 132-134 nömrəli təhsil kompleksini ziyarət edib. Tədbirdə Elm və Təhsil Naziri Emin Əmrullayev, Mədəniyyət Nazirinin müavini Murad Hüseynov, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi, millət vəkili Soltan Məmmədov, Mərakeş Krallığının Gənclər, Mədəniyyət və Kommunikasiya Naziri Muhammed Mehdi Ben Said, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Enbaş, Rabat Mədəni İrsinin Qorunması Fondunun baş katibi Nousha Alaoui, eləcə də digər rəsmilər və məktəb kollektivi iştirak ediblər. Çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev qeyd edib ki, bugün UNESCO-nun Assosiasiyalı Məktəblər şəbəkəsinin üzvü olan 132-134 nömrəli təhsil kompleksi ilə Rabatın Om El Banine məktəbi arasında başlayan qardaşlaşma proqramı mədəni mübadilə, ortaq dəyərlər və təhsil əməkdaşlığına əsaslanan yeni bir mərhələnin əsasını qoyur. Səfər çərçivəsində şagirdlər tərəfindən qardaşlaşma proqramının təməli olan Mən İrsimi Kəşf Edirəm Bakı adlı təhsil proqramı təqdim olunub. Bugün liseyimizdə çox önəmli bir gün idi. Belə ki, Mərakeş Şahzadəsi Lalla Hasna bugünkü tədbirimizin qonağı oldu və bugün biz Twinning layihəsi üzərindən Rabat məktəbi ilə qardaşlaşma proqramına bir ilk addım atdıq və şagirdlərimiz Mən öz irsimi kəşf edirəm layihəsi üzərində işlərini təqdim etdilər. Proqram Mən öz irsimi kəşf edirəm adı altında gedir. Bu Azərbaycanın, Bakının və ümumiyyətlə hər iki ölkənin mədəni irsinin öyrənilməsi, tətbiqi və qarşılıqlı şəkildə tətbiq olunmasından gedir. Səfər zamanı Şahzadə sinif otaqlarında tədris prosesi ilə də tanış olub, şagirdlərlə söhbət edib və onların təqdimatlarını dinləyib. Eyni zamanda məktəbin tarix muzeyi təqdim olunaraq Azərbaycan tarixi barədə məlumat verilib. Tədbir şagirdlər tərəfindən hazırlanan Rabat və Bakı şəhərlərinin görkəmli abidələrinə həsr olunmuş rəsmlərin sərgisi, musiqili konsert proqramı və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.